Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda evdə asan üsulla, az ərzaqla, çox dadlı, ləzzətli konfeti hazırlayacağım. Konfeti hazırlamaq üçün lazım olan ərzaqlar bunlardır. Əvvəlcə tavanın içərisinə 50 qram kərə yağı əlavə edirəm. Üzərinə 70 qram kokos, 1 qutu qatlaşdırılmış süd əlavə edirəm. Tavanı ocağın üzərinə yerləşdirib, qazın aşağı temperaturunda yağ əriyib, ərzaqlar bir-birinə qarışanacan 2-3 dəqiqə qarışdırıram. Kütlənin qatılığı çox olarsa, qatlaşdırılmış südün miqdarını artırmaq olar və yaxud da çox sıyıq olarsa, kokosun miqdarını artırmaq olar. Bu cür əldə bir yerə yığılmalıdır. Biraz fındıq götürmüşəm içərisinə qoymaq üçün. Ovucun içərisində biraz kokoslu qarışımdan götürüb içərisinə fındıq yerləşdirdikdən sonra top halına gətirirəm. Hazır topları kokos qırıntısına batırıram. Adi qara pletka şokoladlı rəndədən keçirmişəm. Bir hissəsində üzərinə şokolad vururam. Topların bir hissəsində üzərinə kakao vuracam. Qeyd edim ki, topların üzərinə zövqə görə qoz fındıq qırıntısı və yaxud da küncüt vurmaq olar. Hazır topları ən azı 3-4 saat soyucuda saxlayıram. Artıq gördüyünüz kimi kokoslu konfetlər hazırdır. Görünüşü kimi dadı da mükəmməl alınıb. Hazırlayıb dadına baxmağa dəyər. Videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi unutmayın. Hazırlayacaq olanlara nuş olsun.